Salam, 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizə 3-cü bölmənin 6-cı mövzusunu izah edəcəm. Bu mövzuda diqqət olunası yerlər var, hansı ki, İstər əzbər hissəsi, istər başa düşülən hissəsi. Bu mövzu RFM gedənlər üçün çox önəmli mövzulardan biridir. Ümumiyyətlə dərsimizdə olan bütün mövzular önəmlidir. Burada da yenə xüsusi məqamları qeyd edəcəm. Əgər siz RFM gedirsinizsə, bu dərs sizin üçün yararlı dərslərdən biridir. Həmçinin 3.6-ya qədər bütün 7-ci sinif mövzularını kanalımda izah eləmişəm. Hamısının izahı var. Oradan qulaq asıb rahatlıqla hazırlaşa bilərsiniz. Dərsləri dinlədikdən sonra testləri işləsəniz, əmin olun ki, yüksək nəticə göstərə bilərsiniz. Bugünkü mövzumuz olacaq meyvə. Əvvəlcə yadımıza salaq, meyvə çiçəkli bitkinin hansı orqanı idi? Generativ orqanı idi. Dedik ki, generativ orqanlar çoxalmada iştirak edən orqanlardır. Meyvə nədən əmələ gəlir deyə bizdən soruşulsa, deyəcəyik ki, yumurtalıqdan əmələ gəlir. Yumurtacıqdan toxum əmələ gəlirdi. Yumurtalıqdan meyvə. Və meyvəyə bir dənə də vacib xüsusiyyət yazacağıq. Yazacağıq ki, yalnız çiçəkli bitkilərdə olur. Yəni, nə sporlu bitkilərdə, nə də toxumlulardan olan çılpaq toxumlularda meyvə yoxdur. Yalnız toxumluların meyvə, deməli, örtülü toxumlular şöbəsinə aid olan bitki qrupunda meyvə var. Yəni, sporlular, qıcı kimilər, mamır kimilər, toxumlulardan, çılpaq toxumlularda yoxdur meyvə. Yalnız çiçəkli bitkilərdə meyvə var. Buna səbəb yumurtalıqdır. Deməli, yumurtalıq da yalnız çiçəkli bitkilərə xas olan bir hissədir. Həmçinin dişicik, erkəkcik, bu da çiçəkli bitkilərə xas olan xüsusiyyətdir. Niyə? Çünki çiçək çiçəkli bitkilərdə olur. Erkəkcik və dişicik də çiçəyin reproduktiv, yəni çoxalma gedən hissələridir. Ona görə də əgər sizə çılpaq toxumlu bitkilərdə ya və yaxud da mamırlarda, qıcılarda erkəkcik, dişicik var desə, deməli bu cavab səhvdir. İndi keçirik izaha. Açar sözlərə baxaq. Şirəli və quru meyvə, sadə mürəkkəb meyvə, bir toxumlu, çox toxumlu meyvəni öyrənəcəyik. Baxın, burada elə görürük ki, meyvələr qruplaşdırılır. Şirəli və quru ola bilər. Sadə və mürəkkəb ola bilər. Toxum sayına görə bir toxumlu və çox toxumlu ola bilər. Baxırıq bu tapşırığa, şəkildəki bitki orqanlarını necə qruplaşdırmaq olar? Baxın uşaqlar, alma, albalı, portağal, yəni 1, 3, ondan sonra 6-cı, bunlar meyvədirlər. Amma qırmızı ilə işarələyəcəm. Yer kökü, kartof, çuğundur, bunlar isə gövdənin və yaxud da kökün, yəni vegetativ orqanların şəkil dəyişməsidir. Onlar meyvə deyil. Məsələn, yer kökü meyvə köktür. Yəni kökün şəkil dəyişməsidir. Kartof gövdə yumrusudur. Yəni gövdənin şəkil dəyişməsidir. Çuğundur da yenə yer kökü kimi meyvə köktür. Yəni kökün şəkil dəyişməsidir. Gördük ki, bunlar generativ orqan deyillər. Yəni meyvə deyillər. Bunlar vegetativ orqanların şəkil dəyişməsindən əmələ gəliblər. Şəkildəki bitki orqanlarını qruplaşdırdıq. Hansı orqanlar çiçəkdən inkişaf etmir? Yer kökü, kartofun yumrusu və çuğundur. Bunlar çiçəkdən inkişaf etmir. Bunlar vegetativ orqanlardan əmələ gəlir. Amma alma, albalı, portağal, bunlar meyvədirlər. Meyvə də çiçəkdən əmələ gəlir. Mövzumuzla tanış olaq. Meyvə də çiçəkli bitkinin generativ orqanıdır. Adətən çiçəyin yumurtalığından əmələ gəlir. Niyə adətən? Niyə bütün hallarda demirik? Çünki indi öyrənəcəyik ki, bəzən elə olur ki, meyvənin əmələ gəlməsində çiçəyin digər hissələri də iştirak edə bilər. Məsələn, indi onu deyəcəyik, çiyələkdə yalançı meyvə adlanır. Əgər uşaqlar, meyvə çiçəyin yumurtalığından əmələ gəlirsə, bu həqiqi meyvədir. Əgər yumurtalıqla yanaşı digər hissələrdən əmələ gəlirsə, onda biz onu yalançı meyvə də adlandıra bilərik. İndi birazdan ona da toxunacağıq. Meyvə nədən təşkil olunub? Özünüz üçün yazacaqsınız. Meyvə yanlığı və toxumdan ibarətdir. Yəni meyvənin hansı hissələri var desək, meyvə yanlığı,
Meyvə yanlığı qısa-qısa yazıram və bir dənədən toxumdan ibarətdir. Meyvə yanlığı nədən əmələ gəlib? Baxın, meyvə əgər yumurtalıqdan əmələ gəlirsə, onun yanlığı, yəni kənarı, qabığı da deyə bilərik uşaqlar. Meyvə yanlığı da yumurtalığın divarından inkişaf eləyəcəkdir, elə deyil? Necə ki, toxum deyirdik yumurtacıqdan, toxumun qabığı yumurtacığın divarından əmələ gəlir. Meyvə yanlığı da yumurtalığın divarından inkişaf eləyəcək. Meyvələrin funksiyası nədir? Niyə var? Meyvənin əsas funksiyası toxumları, çünki onun içərisində toxum var, qorumaq və onların yayılmasını təmin etməkdir ki, bunu növbəti dərsdə daha yaxşı görəcəyik. Deməli, meyvənin funksiyası nə oldu uşaqlar? Toxumu qorumaq və yayılmasını təmin etməkdir. Quruluşuna görə, bax, qruplaşdıracağıq, quruluşuna görə qruplaşdıracağıq, meyvə yanlığına görə qruplaşdıracağıq, toxum sayına görə qruplaşdıracağıq. Quruluşuna görə bizdən soruşsalar, deyəcəyik ki, quruluşuna görə meyvələr sadə meyvədə ola bilər, mürəkkəb meyvədə ola bilər. Deməli, quruluşuna görə iki qrupa böldük, sadə, mürəkkəb. Gəlin görək, sadə nədir, mürəkkəb nədir? Sadə meyvə odur ki, bir dişiciyi olan çiçəkdə yumurtalıqdan əmələ gəlir. Yəni, o G yazırdığı çiçək düsturunda bir dənə dişiciyi olsun. Bir dişicik varsa, bunun bir yumurtalığı və ondan da bir dənə meyvə əmələ gəlir. Belə meyvələr sadədir. Dərslimizdə yazılan bütün meyvələri əzbərləməlisiniz uşaqlar. Refemə gedənlər xüsusi əzbərləməlidirlər. Ərik günə baxan sadə meyvədir. Çünki bir yumurtalığı var və bir yumurtalıqdan da bir dənə meyvə əmələ gəlir. Mürəkkəb meyvələri iki qrupa bölürük. Bir yığma meyvələr, bir də meyvə qrupu. Yığma meyvələrlə meyvə qrupunu bir-birinə qarışdırmayaq, izah eləyəcəm fərqi nədir? Yığma meyvə bir çiçəyin, bax bir dənə çiçəkdir bu. Bir çiçəyin çoxlu sayda sərbəst dişiciyinin çoxlu sayda dişiciyi var. Yəni sonsuz sayda dişiciyi var. Yəni G sonsuzdur. Yəni baxın bir dənə dişicik, iki dənə dişicik, çoxlu dişicikləri var. Görürsüz burada. Çoxlu sayda sərbəst dişiciyinin yumurtalığından əmələ gəlir. Yəni, baxın, bir çiçəyin içərisində 1, 2, 3, 4, 5, 6 dənə yumurtalıq sayırıq. Bu, hamısı bir çiçəyin içərisindədir. Görürsünüz, bir dənə çiçəkdir. Deməli, çoxlu sayda əgər dişicik varsa, yığma meyvədir. Elə bil ki, bu meyvələri yığıblar bir yerə. Nə oldu? Yığma meyvə oldu. Hər yumurtalıqda da bir yumurtacıq olur. Hər yumurtalığın bir yumurtacıq olur. Əgər çiçəkləri soruşsa ki, bir toxumlu, çox toxumlu, hər yumurtalığın bir dənə yumurtacıq var, deməli bir toxumlu. Bura hansı meyvələrə aiddir? Çiyələk, moruq, böğürtgen uşaqlar əzbərləyin. Mütləq yığma meyvə çoxlu dişiciyi olan meyvədir. Yəni bir çiçəyin içərisində çoxlu dişiciyi olan meyvədir. Hansı bitkilərdir? Çiyələk, moruq, böğürtgen. Bəs meyvə qrupu nədir? Uşaqlar, yadınıza gəlirsə biz çiçək qrupu keçmişdik. Demişdik ki, çiçəklər qrup halında yerləşirlər, həşəratı cəlb eləmək üçün xırda çiçəklər. Bəzən elə olur ki, çiçək qrupunda o çiçəklər çox sıx yerləşirlər. Çox sıx yerləşdiyinə görə də meyvələr də elə bil ki, bir-birinə sıx şəkildə əmələ gəlir onun içində. Məsələn, ananas. Ananasın o qopardığımız hər bir hissəsi bir meyvədir. Bu meyvə qrupunu əmələ gətirir. Yığma meyvə ilə meyvə qrupunu qarışdırmayın. Yetişmiş meyvələri meyvə yanlığının quruluşuna görə şirəli və quru meyvələrə ayırırlar. Yəni, meyvə yanlığının quruluşuna görə, bax, meyvəni quruluşuna görə iki yerə böldük, sadə mürəkkəb. Meyvə yanlığının quruluşuna görə, yəni bunun kənarının quruluşuna görə biz ayıracağıq şirəli, quru. Məsələn, ərikdə şirəlidir, görürsünüz, burasını yeyirik. Amma günə baxanın bu qabıq hissəsini yeyirik, yox, əslində onun kənarıdır. Daxilində də meyvə yanlığı var, o hissəni yemirik. Bu, qurudur. Deməli, meyvə yanlığına görə, meyvə yanlığının quruluşuna görə şirəli və quru meyvələrə ayırırıq. Meyvələr toxumun sayına görə də qruplaşdırılır. Toxum sayına görə də iki qrupa böləcəyik. Bir toxumlu və çox toxumlu olaraq biz bunları qruplaşdıracağıq. İndi keçirik quru meyvələrə. Quru meyvələr, uşaqlar, nə idi? Demişdik ki, meyvə yanlığının quruluşuna görə bölmüşdük. Elədir, baxın, meyvə yanlığının quruluşuna görə şirəli, quru. Quru meyvələrin özü də bir toxumlu da ola bilər, çox toxumlu da. Yəni, bu quru meyvənin içində bir dənə də toxum ola bilər, əgər bir yumurtacığı varsa. Əgər çox yumurtacığı varsa, çox toxumu da ola bilər. Hər bir quru, bir toxumlu və çox toxumlu meyvə qrupunun həm qrup adını öyrənəcəksiniz, həm də o qrupa daxil olan bitki adlarını öyrənəcəksiniz. Bu mütləq vacib bir məqamdır.
Yetişmiş quru meyvələrdə şirəlilət olunur. Bir toxumlu və çox toxumlu quru meyvələr var. Bir toxumlu quru meyvələrə dən meyvə, toxumça meyvə, fındıq meyvə. Özünüz üçün yazacaqsınız dəftərinizə. Bir toxumlu quru. Hansılar aiddir? Hansı qrup? Meyvə qruplara aiddir? Dən meyvə, toxumça meyvə. Baxın, belə yazsaz rahat öyrənəcəksiniz. Toxumça meyvə və bir də nə? Fındıq meyvə. Fındıq meyvə. Dən meyvəyə hansı bitkilər aiddir deyə bizdən soruşsalar əzbərləyib öyrənib deyəcəyik ki, buğda və qarğıdalı. Bəs yaxşı, toxumça meyvəyə hansı bitkilər aiddir? Günə baxanda toxumça meyvə əmələ gəlir. Eyni zamanda zəncirotu üfürürsünüz bitkini. Bax, həmin o bitki zəncirotudur. Onun da meyvəsi toxumça meyvədir. Yazıram. Zəncir otu. Uşaqlar, dərsliyimizdən kənar ehtiyac yoxdur, amma dərsliyimizdə olanları mütləq öyrənməlisiniz. Fındıq meyvəyə də elə adından göründüyü kimi nə aiddir? Fındıq aiddir. Belə yazın və öyrənin. Çox toxumlu quru meyvələr. Yenə də uşaqlar, meyvə yanlığı qurudur. Bunları da biz 3 qrupa böləcəyik. Paxla meyvə, buynuz meyvə, qutucuq meyvə. Bəs bu paxla meyvə ilə qutucuq meyvənin bir-birindən fərqi nədir? Onu da izah edəcəm. Görürsünüz ki, ikisində də 2 dənə lay var. Bax, bunda da var. 1, 2. Amma bir-birindən fərqli xüsusiyyəti var. Nədir bunlar? Paxla meyvədə meyvə yanlığı 2 taycıqdan ibarətdir. Bax, bunlar onun taycıqlarıdır. Bu bir taycıq, bu bir taycıq. Və bu taycıqların içərisində toxumlar yerləşir. Yəni taycıq elə bil ki, yuva kimi olub, onun içərisində yerləşir. Buynuz meyvədə isə taycıqların arasında bax görürsüz bir dənə belə ara kəsməli hissə var. Toxumlar bunun üstündə yerləşir. Yəni taycıqda yox. Taycıqların arasında olan o hissədə yerləşir. Buna görə də paxla ilə buynuz meyvəni bir-birindən fərqləndirəcəksiniz uşaqlar. Bunu özünüz üçün qeyd edin. Paxla meyvəyə aid olan bitkilər lobya, noxud, buynuz meyvəyə aid olan turp, kələm. Hətta belə də yadınızda saxlaya bilərsiniz. Baxın, bu buynuz meyvədə bu taycıqların arasından elə bir ki, bir dənə buynuz çıxır. Və toxumlar bunun üzərində yerləşir. Buna görə də paxladan ayırt edəcəksiniz. Qalan oxşuyurlar bir-birlərinə uşaqlar. Ona görə də diqqətli olun. Bir də var qutucuq meyvə. Uşaqlar, qutucuq meyvə yenə qurudur meyvə yanlığı. Bu da çox toxumludur. Paxla meyvə də çox toxumludur. Buynuz meyvə də çox toxumludur. Amma bunların içərisində ən çox toxumu olan qutucuq meyvədə olur. Orada daha çoxdur. Yəni yumurtacıq sayı daha çoxdur. Ona görə də daha çox deməli toxumu olur. Hansı bitkilər aiddir? Dağ laləsi, lalə. Yəni lalələr qutu meyvədir. Yaxşımı? Amma bunu əzbərləyin uşaqlar. Mütləq əzbərləyin. Bir-bir bütün çiçək qruplarını, daha doğrusu meyvə tiplərini və onların aid olduğu hissələrini. İndi gəlin cədvələ baxaq. Quru meyvələri soruşur. Quru meyvələrdən biz nə öyrəndik? Bir toxumlardan dən, toxumca fındıq, çox toxumlardan paxla, buynuz, qutucuq. İndi gəlin bu qrafikdə, bu cədvəldə yerinə qoyaq. Meyvə yanlığının daxili qatı dəricik formasında olur, toxumla birləşmir. Uşaqlar, meyvə yanlığının daxili qatı dəricik formasında olub, bax burada yazacağım, dəricik formasındadır və toxumla, özünüz üçün qeyd edin, toxumla birləşmir. Bu aiddir toxumça meyvəyə. Baxın, dərslikdə belə bir şey veribsə bizə, deməli biz bunu bilməliyik, refilmdə də bizə düşə bilər. Ona görə də birə nə yazacağıq? Toxumça meyvə. Belə də sizə izah edeyim uşaqlar. Günəbaxan alıb çırtlamışsınız da elədir. O çırtladığınız tumun üstündə bir dənə ağ qabıq var. Bax o meyvə yanlığıdır. Görürsüz toxumla bitişmir. Asanlıqla ayrılır. Deməli bu hansı bitkiləri nümunə göstərək? Günəbaxan, bir dənə zəncir otu. Siz böyük yazarsınız, mən qısa yazdım. Sonra meyvə yanlığı 2 taycıqdan ibarətdir. Toxumlar taycıqdakı yuvada yerləşir. Buna nə dedik? Paxla meyvə dedikdə görürsüz yuvada yerləşir. Onda bura yazırıq paxla meyvə. Siz geniş yazarsınız, mən qısa yazdım. Misal nə göstərdi uşaqlar? Lobya və noxudu. Noxud. Keçdik 3-ü. Bərk və oduncaqlaşmış meyvə yanlığının daxilində toxumu sərbəst yerləşir. Bərkdir toxumu, sındırırıq nəyinənsə. Bu nə ola bilər?
Əlbəttə fındıq meyvə ola bilər. Yazırıq fındıq meyvə. Sual düşə bilər. Hansıdır ki, bərk və oduncaqlaşmış meyvə yanlığı var? Deməli, bu nədir? Fındıq meyvə. Misalda nə göstərdik? Fındıq dedik. Pərdə şəkilli meyvə yanlığı toxum qabığı ilə möhkəm birləşir. Uşaqlar, möhkəm birləşən də dən meyvədədir. Deməli, tam birləşməyən toxumça meyvədədir. Möhkəm birləşən dən meyvədir. Buna görə də dən meyvə ilə toxumça meyvə bir-birindən fərqlənir. Burada yazdıq dən meyvə. Bu xüsusiyyətləri mütləq öyrənin. Misal nə göstərək? Taxıllar, yəni qarğıdalı, buğda, hətta keçən dərs öyrəndiyimiz çəltik, hansı ki dedik suyun içində də o cücərir, çəltiyi də misal göstərə bilərik. Bu xüsusiyyətlərin hansı meyvə tipinə aid olduğunu müəyyənləşdirin, cədvələ qeyd edin, etdik. Hər meyvə tipinə uyğun gələn bir neçə bitki nümunəsi yazın, yazdıq. Uşaqlar bu hissəyə diqqətlə qulaq asın, yarıda saxlayın mənim izahımı, özünüz üçün qeyd edin mütləq. Quru meyvələrdən danışdıq, keçdik şirəli meyvələrə. Şirəli meyvələr dedik ki, meyvə yanlığına görə biz qruplaşdırmışdıq, elədir. Əgər meyvə yanlığı şirəlidirsə, bu artıq şirəli meyvələr qrupuna aiddir. Yetişmiş şirəli meyvələrdə meyvə yanlığı şirəli, lətli hissədən ibarətdir. Lətli, yəni o yeyilə bilən hissədən ibarətdir. Lətli hissə meyvənin qabığı ilə toxum arasında yerləşir. Yəni lətli hissə nədir? Meyvənin qabığı ilə toxumu arasında yerləşən yer lətli hissədir. Lətli hissənin dedik ki, daha çox yeyilən o yerə toplanan yerdir. Bir toxumlu şirəli meyvələrə çəyirdək meyvə, deməli şirəli meyvələrdə bir toxumlu və çox toxumlu ola bilərlər. Bir toxumlulara çəyirdək, çox toxumlu şirəli meyvələrə isə gilə meyvəni misal göstərə bilərik. İndi çəyirdək və gilə meyvəyə misal olan bitkiləri də öyrənəcəyik. Məsələn, şaftalının baxın bir dənə toxumu var və bu onun toxum hissəsidir. Deməli, çəyirdək meyvədir. Çəyirdək də baxın budur. Bu var, məsələn, əriyi deyim. Ərik sizin daha yaxşı yadınızda qalar. Çünki ərik yeyəndə onun toxumunu sındırmısınız, elədir, içindəki toxumu yemisiniz. O sındırdığınız hissə var ha uşaqlar. O əslində çəyirdək meyvəsidir. Yəni çəyirdək əslində meyvədir. Meyvənin daxili hissəsidir. Xarici hissəsi şirəlidir. Yeyirsiniz. Daxili meyvə bərkləşib daşlaşır toxumu qorumaq üçün. Aydındır? Deməli, çəyirdək nədir desələr, deyəcəksiniz çəyirdək meyvənin daxili qatıdır. Baxın, daxili qat çəyirdək adlanır. O da meyvə yanlığının bir hissəsidir. Orta qat lətli hissə adlanır. O da meyvə yanlığının bir hissəsidir. Xarici qat dəricik və yaxud da meyvənin qabığıdır. O da meyvə yanlığının bir hissəsidir. Yaxşı uşaqlar, bax bunu özünüz üçün çəkə bilsəniz lap gözəl olar. Çəkin və bir-bir qeyd edin və unutmayın ki, çəyirdək də, lətli hissədə, dəricik də meyvə yanlığıdır. Yaxşımı? Toxum deyil onlar. Yəni çəyirdək toxum demək deyil. Çəyirdək meyvənin daxili bərkləşmiş hissəsidir. Və ərik, şaftalı, gavalı, albalı, zeytun buna misal ola bilər uşaqlar. Hansı ki yeyirsiniz, içindən bir dənə çəyirdək hissəsi çıxır. Çəyirdək meyvənin ləti nazik qabıqla örtülmüşdür. Onun toxumu bərk çəyirdəyin içərisində olur. Çəyirdək yenə də meyvə yanlığıdır ha uşaqlar, unutmuruq. Çəyirdək meyvə yanlığının daxili daşlaşmış qatıdır. Nədir çəyirdək? Çəyirdək meyvə yanlığının daxili daşlaşmış qatıdır. Bunu yenə dəfələrlə qeyd edirəm ki, yazın. Şaftalı, ərik, gavalı kimi bitkilərdə, gilas kimi bitkilərdə meyvələr çəyirdək meyvədir. İndi gəldik, çəyirdək meyvədən fərqli olaraq gilə meyvədə çoxlu toxumlar olur. Yəni, istər çəyirdək, istər, bax, yazıram burada şirəli meyvə. Şirəli meyvələri iki qrupa böldük. Bir toxumlu və çox toxumlu. Bir toxumluya aid elədik çəyirdək meyvəni. Çox toxumluya aid elədik gilə meyvəni. Bax, bunu da özünüz üçün sxematik yazın. Məsələn, qarağat, üzüm, pomidor, inci çiçəyi bunların meyvəsi gilə meyvədir uşaqlar. Bunu da yazıb əzbərləyəcəksiniz. Bəzi meyvələrin əmələ gəlməsində, bunu da göstərim uşaqlar, sonra keçin bu hissəyə. Pomidor məsələn dedik ki, gilə meyvədir. Qarağat dedik ki, gilə meyvədir. Bunların içərisində çoxlu toxum var. Qarağat yemişsinizsə görəcəksiniz, pomidorda görürsünüz ki, baxın içərisində çoxlu toxumları var. Çox toxumlu gilə meyvədir. Xarici qatı da nazikdir qabığı və içəridə şirəlidir, lətlidir.
İndi gəldik, dedik bəzi meyvələrin əmələ gəlməsində yumurtalıqla yanaşı çiçəyin digər hissələri, məsələn, çiçək yatağı da iştirak edir. Əgər dərsin əvvəlində dedim ki, əgər meyvənin əmələ gəlməsində təkcə yumurtalıq iştirak eləmirsə, əgər təkcə yumurtalıq iştirak edirsə, bu həqiqi meyvədir. Yox, əgər çiçəyin yumurtalığı ilə yanaşı çiçəyin digər hissələri, məsələn, çiçək yatağı da iştirak edirsə, belə meyvələr yalançı meyvədir. Məsələn, çiyələkdə bunu aid eləmişdik. Alma, armud, əzgil kimi bitkilərin meyvələrini buna misal göstərmək olar. Belə meyvələr şərti olaraq yalançı meyvə adlanır. Uşaqlar, bunu da əzbərləyəcəksiniz. Hansı meyvələr dedik? Alma, armud, əzgil. 3 dənə meyvə adı var. Üçünü də əzbərləyin. Testlərdə ola bilər ki, yalançı meyvələri seç. Bunları artıq bilməlisiniz. Dərslikdən kənarda sual olmayacaq. Bilirsinizmini də öyrənməliyik. Tropik ölkələrdə bitən çörək ağacının və ya jackfruitun, çörək ağacı və yaxud da jackfruit eyni bir bitkidir. Bir meyvəsi 40 kiloqrama qədər ola bilər. Bu ağacda bitən ən böyük meyvələrdən biridir. Deməli, bizə sual düşə bilər ki, aşağıdakı bitkilərdən hansının meyvəsi ən böyükdür? Çörək ağacı da deyə bilərsiniz, variantların içərisində ola bilər və yaxud da jackfruit ola bilər. Bu da şəkli də diqqətlə nəzərdən keçirin ki, şəkillə də sual düşə bilər. Bu oldu meyvə. Uşaqlar, burada daha çox əzbər hissələr var. Başa düşməli hissələrdə mən sizə izah elədim. Tez öyrəndiklərinizi tətbiq edinə də baxaq. Çiyələk bitkisinin bir çiçəyində çoxlu sayda dişicik olur. Dedik ki, bu necə meyvə idi? Mürəkkəb meyvə idi. Özü də yığma mürəkkəb meyvə. Elədir? Baxaq. Bunu artıq biz öyrəndik. Deyir ki, onun hər dişiciyinin yumurtalığında bir yumurtacık yerləşir. Yəni, bir çiçəkdə çoxlu dişicik var, hər dişicikdə bir dənə yumurtacık var. Deməli, hər dişicikdə bir dənə toxum əmələ gələcək. Dişicikləri çox olan belə çiçəklərdə çiçək yatağı meyvələr yetişdikcə böyüyüb, iriləşir və şirəli olur. Deməli, görün, meyvənin əmələ gəlməsində çiçək yatağı da deyir iştirak edir. Hər dişicikdən bir kiçik fındıqca meyvə. Bütün çiçəkdən isə mürəkkəb meyvə əmələ gəlir. Deməli, çiyələyin üzərində, yəni çiyələk həm mürəkkəb meyvədir, həm də onun üzərində bu kiçik-kiçik sarı nöqtələr var, uşaqlar. Onlar da fındıqça meyvədir. Çiyələyin özü yalançı meyvədir. Onda olan kiçik-kiçik o sarı hissələr, baxın görürsüz burada, onlar da fındıqça meyvədir. Uşaqlar, fındıqça meyvə həqiqidir ha, o yumurtalıqdan yaranır. Amma bütövlükdə çiyələyin özü yalançı meyvədir, həm də mürəkkəb meyvəni əmələ gətirir. Çünki bunun əmələ gəlməsində, çiyələyin meyvəsinin əmələ gəlməsində dedik ki, yumurtalıqla yanaşı digər hissələr çiçək yatağı da iştirak edir. Çiyələk mürəkkəb meyvədirmi? Bəli. Nə üçün? Çünki onun bir çiçəyində çoxlu dişicik var. Ona görə də mürəkkəbdir. Çiyələk bitkisi meyvələrini yalançı meyvə adlandırmaq olarmı? Bəli, olar. Niyə? Çünki onun meyvələri əmələ gələrkən, bax, həqiqi meyvələri fındıqçadır. Amma meyvələr yetişəndə çiçək yatağı da böyüyür, iriləşir və şirələnir. Ona görə də o da meyvəyə qatılır. Ona görə də bəli, biz onu yalançı meyvə adlandıra bilərik. Nəhayət son tapşırıqlar, öyrəndiklərinizi yoxlayın. Çiçəkli bitkilərin həyatında meyvənin nə kimi rolu var uşaqlar? Meyvələr dedik ki, toxumları qoruyur və onların yayılmasını təmin edir. Həmçinin də çiçəkli bitkilərin cinsiyyətli çoxalmasında da rol oynayır. İkinci sual, Euler-Venin diaqramında uyğun ifadələri qeyd edin. Toxumça meyvə və gilə meyvə. Uşaqlar, toxumça aid idi quru bir toxumluya, elə deyil. Gilə isə aid idi şirəli, çox toxumluya. Elədir uşaqlar? Bəli. İndi gəlin qruplaşdıraq. Deməli, A. Yetişmiş meyvə yanlığı şirəlidir. Şirəlidirsə söhbət gedir gilə meyvədən. Bir toxumludur. Deməli, toxumça meyvədir. Sadə meyvələrə aiddir. Hər ikisinin meyvəsi sadədir. Biz nə meyvə qrupu dedik, nə də yığma meyvə demədik bunlara. Yazdıq ortaya. Çiçəyin yumurtalığından inkişaf edir. Həqiqi meyvələrdir, yalançı deyirlər. Hər ikisində də yumurtalıqdan əmələ gəlir. Çox toxumludursa, söhbət gedir hansından? Gilə meyvədən. Bu da oldu meyvə mövzumuzun izahı. Diqqətlə qulaq asın. Xüsusi dediyim yerlərin altından xətt çəkin. Şəkillərə diqqət eləyin. Çünki şəkillərlə də RFM suallar düşür. Sağ olun, gələn dərs görüşərik.